Bəli. Uşaqlar qayda eləyir canlını. Oy bilə qayıtsa mən gedim də. Söz deyirəm, gedim. Getsən də onsuz da biz istədiyimiz vaxt səni istədiyimiz yerə göndərə bilərik, narahat olma. Yaşa. Gör nə deyirəm, Gülbala. Bəli, bəli. Bundan sonra Gel grafı. sosial platformada kart qoyub pul yığma. Yaxşı? Hədiyyələrim dayanıb bu mənim kəftəlik. Hədiyyələrin 2 həftəlik dayanıb neyniyim ay qardaş? Gəlim həyətində kartof əkim, səni mən saxlayayım, səni dövlət saxlasın. Dövlət əlindən gələn şəraiti yaradıb sabitlikdir. İrandakı kimi başımıza Bəli, bomba bəli, yağmır ki, İsraildəki Bəli. kimi başımıza bomba yağmır ki. Dövlət şərait yaradır, hər şey Bəli, sabitlikdir. İşləyin pul qazanın da qardaş. Mən necə əziyyət çəkirəm? Mənim yerim olsa nə edərsən? 2 dənə aliment verirəm. Bacımın uşağı, Heç sən- qardaşımın qardaş, uşağı, anam xəstə. Getdim mən PK atmağa. PK atma, ged işlə pul yığma TikTokdan Gülbala. Dedim ha. Ada PK atmaq da bir işdir də, gedirəm PK atmağa. PK at, hə, PK at, pul yığma. Düz demirəm uşaqlar, dövlət bu cürə şərait yaradıb. Cənab prezidentimizə dərin təşəkkürümüzü bildiririk ki, gör necə ölkədə sabitlikdir. Başımıza raket yağmır ki, beton tökülmüş ki başımıza. İrandakı kimi vəziyyət deyil ki, raket yağsın başımıza. Qardaş, işləyirik də, gözəl şərait yaradıblar, sabitlikdir. Heç kim gəlib demir ki, niyə işləyirsən, hə? Nə iş görsən, hə? Niyə eləməlisən, hə bu? Heç kim demir ki, başımız alaşağı işlə də, anamın canı bir nəfər də mənə problemi yaratmır işimdə. Sakitcə işini işləyirsən, işi bacarmırsansa, qardaş, PK at, nə atdılar o? Yoxsa kartımı qoyub dilənçiliyi eləməyin. Kurye ilişti axı, bak o ne oldu? Ay qaqa, bu nə vaxt kuryer işləyib? Anamın əzizanı mən gözümü açandan moped aldırdı. 07 aldı.